Əziz İmam Hüseyn aşiqləri, Kərbəlaya gələrkən İmam Hüseyn əleyhissalamın hərəmində yerləşən muzeyi ziyarət etməyi unutmayın. Bu muzey gördüyünüz kimi Zeynəbiyyə qapısından daxil olarkən sol tərəfdə yerləşir. Mərtəbəni yuxarı qalxandan sonra bu gözəllikləri görə bilərsiniz. Qeyd edək ki, muzeydə tarixi Qur'anlar, kitablar və imama və imamın səhabələrinə məxsus şəmşir, sepər və digər gördüyünüz kimi tarixi əşyalar mövcuddur. Bundan yanaşı qeyd edək ki, eyni ilə bu muzeydən Həzrəti Əbəlfəzl Əbbasın hərəmində də yerləşir. Babıl Qiblə qapısından birinci qapıdan daxil olanda sol tərəfdə yerləşir. İnşallah ümid edirik ki, Allah hər birinizə bu ziyarəti nəsib eləsin, siz də bu gözəllikləri görəsiniz.